Qaynanalar. İlk baxışdan xasiyyətini anlamağın mümkünsüz olduğu, bəzən üzdə mələk kimi görünüb, evdə ən böyük intriqaları səssizcə idarə edən, bəzən isə hamının qorxduğu qədər sərt görünsə də, tanıdıqca gəlinə və yeznəsinə öz övladı kimi sahib çıxan ailənin ən müəmmalı varlıqlarıdır. Qaynanalar qonaqpərvərliklə seçilən, nəvələrinin səsinə bütün yorğunluğunu unudan, ev uşaqlarının gülüşü ilə dolanda özünü daha xoşbəxt hiss edən insanlardır. Elə buna görə də yeznəsinin tək gəlməsi onlar üçün qəbul olunan hal deyil. Onlar yeznələrinə səni öz oğlumdan ayırmıram cümləsini böyük səmimiyyətlə işlədən, amma nədənsə evdə, həyətdə, bağda və görüləsi bütün ağır işlər ortaya çıxanda həmin oğlu ilk xatırlayan insanlardır. Bu sistem illərdir qüsursuz işləsə də, mexanizmi hələ də heç kim tərəfindən tam öyrənilməyib. Qaynanalar, qızını və nəvələrini görmək istəyəndə bunu heç vaxt birbaşa deməyən, illər ərzində təzyiqim düşüb, halım yaxşı deyil, özümü bir təhər hiss edirəm kimi cümlələri ailəni bir yerə toplamağın ən təsirli üsuluna çevirən, hamı qapıdan içəri girən kimi isə sanki bir neçə dəqiqə əvvəl xəstə olan adam yox imiş kimi çay süzüb süfrə açmağa başlayan varlıqlardır. Abəxtəvər qaynana, nə durmusan, dur oyna bala, abəxtəvər qaynana, nə durmusan, dur oyna.